Bəs deyirsiniz Mercedes xarab olmur. Mercedes 219-dadır. Avtomobil sahibi arxa kadrdadır. Düşmək istəyən qardaşım. Ha? Çox Mercedes deyirdiniz qardaş. Bu da Mercedes. Gördüyünüz kimi kapot ağzı göyə. Mercedes rəsmi bura çox tez-tez gəlir. Sadəcə olaraq paylaşmıram mən. Amma gərək bundan sonra paylaşam. Deməli, Mercedes 219-dadır. Avtomobil benzin mərikdir, 274 mərikdir. Avtomobilin problemi nədir? Sirkələnmə hədsiz dərəcədə çoxdur. Avtomobilin bütün farsunqalarını sökdük. Qardaş bundan qabaq da istəndə elətdim sən. Bundan qabaq da istəndə elətdirib, yuduzdurub bir xeyri olmayıb. Həmin bunlar farsunqaları gördüyünüz kimi bütün bu farsunqaları sökmüşük. Bu farsunqalar ciddiyə yox, piyozlu farsunqalardır və çox həssas farsunqalardır ki, yanacağı mütləq ki, keyfiyyətli olmalıdır. İstənilən Mercedes 274 motor, 213 kuz olsun, 222 kuz olsun, 221 kuz olsun, fərq eləmir. 204 kuzalar, 205 kuzalar, bunların hamısı piyazlı farsunqalardır və çox da bahadır açığı. Bir dənəsi 860 manat olmalıdır, səhv eləmirəm. 860 manat olmalıdır. Bir dənə orijinal söhbət farsunqadan gedir. Bu farsunqanı nə qədər yutsanız da düzəlmir. Yəni, əgər bu farsunqada yanacaq axıdırsa, təzyiq versin, saxlamırsa, yanacağı, Porsche'nin başına yanacaq çox verir, hər hansısa bir silindrə. Deyək ki, ikinci silindri gördüyünüz kimi farsunqasını sökmüşük. Bu ikinci silindrin farsunqası xarabdır və yanacağı normaldan çox verir. Normaldan çox verəndə yanacağı başlayır silindrin başına normaldan çox yanacaq getməyə və sonra da Porsche'ni partlada bilər, mühərrik dağıla bilər. İndi biz bu farsunqaları sökmüşük, qardaş avtomobil sahibi də buradadır, özü də sifariş eləyib. İnşallah yeni farsunqalar gələcək, yoxlayacaq hansı işləsə, inşallah onun təmir eləyib, daha doğrusu stend eləyib, yoxlayıb, göz qarşısında qoyub, inşallah yerləşdiyi üzərinə və əziz Mercedes sürənlər, Mercedes xarab olunmur deyə belə bir şey yoxdur. İstənilən marka və model fərqi yoxdur. Baxımsız maşın hər zaman problem yaradır. Çalışın avtomobilinizə düzgün qulluq eləyin, yağ və yanacağın, yağ filtrin, hava filtrin orijinalını əvəz eləyin ki, sonradan böyük problemlər yaşamayasınız. Belə. Təşəkkürlər, izləmədə qalın.